Bilirsiniz, ailələr niyə dağılır? Çünki nəfslə mübarizə gündəmdə deyil, xalqın mədəniyyətində olmayanda. Bilirsiniz, nə olur? Dindarlar da qarışıb, bilinmir. Hamı bir il, 2 il yaşayır, ayrılır. Niyə? Çünki ailəyə baxışı belə deyil. Ailəyə deyir ki, qarşı tərəf mənim istəklərimin təminatçısı olmalıdır. O qadın da belə deyir, indi kişi də belə deyir. Təzə təb düşüb bu. Ona görə 2 ildən çox davam gətirə bilmirlər. Amma evlənəndə desin, nəfslə mübarizənin təzə səhifəsi açıldı. Bir yad adamla birləşirəm, onun xasiyyətində mənim xoşlamadığım şeylər var, dözməliyəm. Çünki həyat nəfslə mübarizədir. Bu da onun bir şaxəsidir, bir bölməsidir. O gün bir insanın yazısına baxdım, deyir, boşanmalar çoxalıb sevindirici haldır. Və həmin o rəzil mədəniyyətin təsirində olan adamdır. Bilirsiniz niyə? O qədər insanları egoist tərbiyə edib ki, deyir, niyə adamlar adamlara dözməlidir? Xoşu gəlmir, ayrılsın. Qadınlar ayrılsın, kişilər hərə öz həyatını yaşasın, keyf eləsin.